Salam hər kəsə. Deməli, bugün yeni bir qrammatika ilə qarşınızdayım. Qrammatikamızın adı ılaçimyondur. Ilaçimyon nə zaman istifadə olunur? Bu qrammatikada 6-cı səviyyə qrammatikasındandır. Yəni, keçən dəfə dediyim kimi 5-6-cı səviyyədə hazırlaşmaq istəyən tələbələr mütləq diqqətlə izləyin. Ilaçimyon qrammatikası nə zaman istifadə olunur? Ilaçimyon bir hərəkəti etmək istəyəndə, etmək üzrə olanda, nə vaxtsa bu hərəkəti etsəm, bu formada tərcümə olunur. Məsələn, belə bir nümunə göstərə bilərik. 밥을 먹으려면 전화가 계속오니 밥을 제대로 먹을 수 없다. Tərcüməsinə baxsaq, deməli, yemək yemək istəyəndə zəng davamlı şəkildə, yəni zəng gəldiyi üçün yemək yeyə bilmirəm. Yəni bu hadisə, yəni nə vaxtsa bunu etmək istəyəndə qəribə şəkildə başqa bir hadisə baş verir. Əslində bu bir növ ıryoqo hamyon qrammatikası ilə oxşuyur. Yəni ıryoqo hada. Bu da aşağı səviyyədə keçdiyimiz qrammatikalardandır. Sadəcə olaraq ıryoqo hada nə zaman istifadə olunurdu? Bir şeyi planlaşdırmaq. Məsəl üçün deyirəm ki, adi basit bir cümlə desək, 저는 내년에 한국에 가려고 해요. Mən gələni Koreyaya getməyi planlaşdırıram. Yəni buradakı planlaşdırmaq hissəsi ilə ılaçimyon, oradakı ılaçida hissəsi oxşuyur. Sadəcə olaraq ılaçimyon qrammatikasının ikinci tərəfi həmişə mənfi halda olur. Iryoqo hada isə müsbət halda da istifadə oluna bilir. Bu qədər. Nyan.